Biopsiyanın növlərindən, biopsiyadan, eksternal biopsiyalardan danışacağım və reqlamenti çox açmadan, sizi çox yormadan çıxışıma başlayıram. İcazənizlə, yəni 1-4, 1-5 süd vəzi törəmələrini biz bilirik ki, biopsiyalar eləyirik və 1-3 törəmələrini də biz bəzən biopsiya eləyirik və təbii ki, biopsiya etdiyimiz zaman mamografiya görüntüləridir, radioloq olaraq ultrason görüntüləridir, qurma görüntülər, bunlara fikir verməmişdən əvvəl də təbii ki, biz xəstəni ilk müayinəyə almamışdan əvvəl onun haqqında bir anamnez toplayırıq. Əgər topladığımız anamnezdə bəzi faktorlar var ki, əgər o faktorlar həmin o pasientlərdə qeydə alınırsa, biz o xəstələri də biopsiya olunacaq xəstə kateqoriyalarına alırıq. Ailə risk faktoru, yəni xəstəni təbii ki, müayinəyə aldığımız zaman ana süd vəzi xərçəngi, bacı süd vəzi xərçəngi, nənə süd vəzi xərçəngi, atada, əmidə, dayıda prostat vəzi xərçəngi olub-olmamağına diqqət yetirməliyik. Eyni və ya başqa süd vəzidə əgər patoloji törəmə varsa, bir süd vəzidə birincili ocaq patoloji törəmə var və bu süd vəzidə həmin o patoloji törəmədən əlavə başqa bir törəmələr də var və ya qarşı süd vəzidə başqa bir törəmələr var. Onları təbii ki, ilk başlanğıc olaraq biz fibroadenoma kimi düşünsək də, amma orada bir karsinomanın olduğunu bildiyimizə görə, bəlkə də həmin o ikinci dediyimiz törəmə, birinci dediyimiz törəmənin ikincili ocağı ola bilər. Ona görə də o ikinci törəmələri də, fibroadenomaları da, hətta komplike kistlər belə düşünürsünüzsə, həmin o lezionları da mütləq və mütləq biopsiya eləyin. Bu da xəstənin, xəstəliyinin multisentrik, multifokal və ya bilateral sinkron süd vəzi xərçəngi olub-olmama riskində sizə yardımcı olacaq. Keçmişdə, əgər keçmişdə xəstənin yüksək riskli patoloji törəmə risk faktoru varsa, xəstə 5 ildir, 6 ildir artıq remisiya dövründədir və həmin o remisiya dövründən sonra bizim yanımıza müayinəyə gəlib, yenə də anamnezi toplayaraq onun anamnezində yüksək riskli patoloji törəmənin remisiya dövrünün olduğunu bildiyimizə görə şübhəli bir törəmələr gördükdə, hətta biraz 3 kateqoriyada törəmələr gördükdə onları biopsiya etməyinizi məsləhət görürəm. Nəzarət periyoduna alırıq biz pasientlərə, nəzarət periodunda böyük törəmələri biopsiya edirik. Yüksək anksiyete deyil, yüksək narahat olan, heç cürə bizimlə razılaşmayan, çox yüksək stressi olan, yox doktor nə olursa olsun məni biopsiya eləyin, ondan sonra mən rahat olum deyə xəstələri biopsiya eləyirik və nəzarət altında saxlaya bilməyəcəyimiz xəstələri. Azərbaycanda artıq çoxlu sayda yabancı yurt dışından gələn vətəndaşlarımız var, Qazaxıstanda, Rusiya, Ukraynada. Təbii ki, əgər biz də birinci gün bir biopsiya eləyəcəyik ki, pasientim Qazaxıstana gedəcək və bir daha gəlməmə ehtimalı var. Şübhələndiyimiz bir xəstəni biopsiya eləyib, biopsiya raporunu əlinə verib, onu da sağ-salamat yurt dışından göndərəcəyik. Və biopsiyalar haqqında danışanda incə inaspirasiyon biopsiyalarından danışacağım, kat biopsiyalarından danışacağım və vakum biopsiyalarından danışacağım. İncə inaspirasiyon biopsiyalarından və hansı müayinə metodları altında hansı biopsiyaları eləyirik, bunlardan danışacağım. Ultraset müayinəsi altında biopsiyalar, MRT müayinəsi altında biopsiyalar və mamografiya, tomosintez müayinəsi altında olan biopsiyalardan danışacağım sizə. İlk, yəni biopsiyaları təbii ki, seçəndə biz radiologlar seçirik. Yəni, süd vəzi radiologiyası ağırlar şükür artıq Azərbaycan yavaş-yavaş multidisiplinar bir ortama gəlib çıxır. Yəni, süd vəzi radiologiyasına məşğul olan mütəxəssis həm ultrasəslə məşğul olur, həm mamografiyanı elə bilir, həm MRT-ni elə bilir və ona görə də bizim onları seçmə şansımız çoxdur. Ultrason altında olan biopsiyalar ən rahat biopsiyalardır, çox istifadə olunur. İrəliyən slaytlarda bu haqda deyəcəm. Hansı biopsiyaları biz tomosintez altında edirik? Əsasən mikrokalsinatları. Bilirik ki, mikrokalsinatlar şübhələr, onlar ultrases müayinəsi altında görülmür. Невозможно mikrofonda? Aralıq, tamam. Və onları biz tomosintez müayinəsi altında mikrokalsinatları görürük və bir də tomosintez müayinəsi altında yapısal distorsiyonlar dediğimiz vəzən arxitektonikasında pozulma yaradan olan törəmələri biz tomosintez müayinəsi altında biopsiya edirik. Bir də MRT altında biopsiyalar var. Pardon, Allah aşkına. Bir də MRT müayinəsi altında olan biopsiyalar var. MRT müayinəsi altında olan biopsiyalar bu ultrases və tomosintez müayinəsi zamanı görmədiyimiz törəmələrdir ki, bu da bizim işimizdə qaçınılmazdır. İnşallah gələcəkdə Azərbaycanda da məmlikli qədər hələ ki yoxdur. MRT müayinəsi altında olan biopsiyalar, yəni non-enhancement lezyonlar, yəni kitlesel olmayan lezyonları biz MRT müayinəsi altında biopsiya eləyirik. Və burada bir şeydə diqqətinizə çatdırmaq istəyirəm ki, xəstə ultrases müayinəsindən keçir, tomosintez müayinəsindən keçir, heç bir lezyon görülmür və yaxud da hansı bir şübhəli bir lezyon görülür və onda biz bir də MRT müayinəsini alırıq, əgər şübhəli bir lezyon varsa. MRT müayinəsi altında aldığımız zaman MRT bizə orada hansı bir başqa bir ikinci, bir üçüncü odağın olduğunu da göstərir. O zaman bütün bunlar icra olunduktan sonra gələcəkdə artıq second look, yəni ikinci baxış ultrases müayinəsinin icra olmalarına ehtiyac qalacaq. MRT-də
görülen evvelki ultrases ve tomosintez muayenesi tamam görülmüyor. İnce iğne aspiratörün belirtiler üzerinde çok durmayacağım. İleride ilgili ister kistalar, ister mamologlar tarafından, ister radyologlar tarafından çok rahat bir şekilde bu kistaları biz aspirasyon ediyoruz. Niye biz şüpheli bir lezyon görende artık ince iğne aspirasyon olsun, yine fonksiyon bir olsun bunlardan istifade edebiliriz. Burada tabii ki stopatologun ihtiyacı var, çok yaxşı. Burada DCIS invazif ayrımı yapmak mümkün değil. İmmunohistokimya analizler, aile fonksiyon belirtisi zamanı, ince iğne aspirasyon belirtisi zamanı İmmunohistokimya ve Bahadır doktorunun dediği gibi incelenmek mümkün değil. Ve ama ince iğne aspiratör reaksiyonu en çok listelerimiz ona göre çevir ki ince iğneden istifade olur. En çok sevdikleri kelime budur. Allah mene kalın iğneden istifade edemeyeceksiniz. İnce iğneyle meni reaksiyon edeceksiniz. Ama tabii ki onun bize ince iğne aspiratör reaksiyonu bize verdiği spesifik diagnozu koyabiliriz. Hastaya ancak malin veya benim port hastası veya bet hastası olduğunu diyebiliriz. Şişkin cinsini tayin edebiliriz. Ve tabii ki inanılmaz derecede 54%'lara kadar kalkan yetersiz materyal olur. Ultrases muayenesi altında kat biyopsiyalar çok süratli olur, rahat olur, ucuz olur. Tabii ki ultrases muayenesi altında olan kat biyopsiyalar iğnelerin kıymetleri daha ucuzdur, daha ulaşılır bir şekildedir. Mikrokalsinatları ultrases muayenesi altında olan biyopsiyalardan yemek mümkün değil ve ultrases muayenesi altında olan biyopsiyalar en çok istifade olunur ve rahat bir şekilde probu biz görebiliriz ve o probun da trasesini, ultrases muayenesinde çok en büyük avantaj iğnenin trasesini görmek mümkündür. Biyopsiyalar zamanı bizim radyologları en çok narahat edilen korkudan ise bir parazit. Eğer plevritti zələ deməkdir, plevra tokması da deməkdir ki, bu da mümkün değil. 3-4 tokma alındıktan sonra bu ultrases muayenesi altında olan biyopsiyanı siz sonlandırabilirsiniz. Çok pratik bir şekilde istifade edilir. Bunlar bu arada videolarda sadece olarak videolar açılır. Tomosintez rehberliği altında. Tomosintez rehberliği altında olan biyopsiyalar. Tomosintez rehberliği altında olan biyopsiyalar. Tomosintez rehberliği altında olan vakum biyopsiyalar, tomosintez rehberliği altında olan vakum biyopsiyalar esasen mikrokalsinatlardır. 1-4 kategoride değerlendirilen ve herhangi bir proyeksiyada ister kraniokaudal veya da esasen kraniokaudal biyopsiyada görülen hemen şualı konturlu yapısal distorsiyon dediğimiz sahelerdir ki bu saheleri 1-4 A, B, C kategoride değerlendirerek biz vakum biyopsiyalarını alırız tomosintez rehberliğinde. Pron sistemdir bu sistem. İki şekilde aparılır. Lezyon hansı proyeksiyada görünmeyene uygun olarak ya oturarak ya da ki uzanılır şekilde bu metot icra olunur ve oturarak olunan sistemlerde o vazovagal reaksiya 3,5% daha çoktur. Pron sisteminde olan görüntülerdir. Lateral görüntülemedir. Yani lezyonun hansı kvadratta yerleşmesine uygun olarak hansı kvadratta biz lezyona daha rahat bir şekilde ulaşabileceğimiz bir şekilde olan pozisyalardan istifade edirik. Bunlar da uzanır ve oturur şeklinde olan add-on sistemlerde olan tomosintez biyopsiyalardır. Vakum biyopsiyaların kıymetleri daha pahalı olur ama inşallah gelecekte daha bize ulaşılır şekilde olacak. Biyopsiya necə aparılır? Burada vakum tokmanı iğnenin içine doğru çekip vakumun çekme bir mekanizması var. İğne fırlanır. Fırlandıkça orada tokmadan bir neçə hissə parça alınır ve bir girişle de biz bu proseduru yerine getirebiliriz. Çok bile bir delik açmaya ihtiyaç yoktur. Bir delik açsanız ve fırlatarak tokmanı vakum şeklinde içeri çekerek alsanız kifayettir. Biyopsiya, vakum biyopsiyasında ne bir avantaj var? Eğer lezyon şüpheli bir lezyonsa biz vakum biyopsiyasından sonra ona rahat bir şekilde klips koyabiliriz. Marker yerleştirebilirsiniz. Büyük çok dokuma alabiliriz. Patologlara bizim hürmetli çok sayıda materyal gönderebiliriz. O da onları bayağı memnun ediyor. Mikrokalsinatları gönderebiliriz. Ve esasen mesela papiler töremeleri biz çok vakum biyopsiyasından hatta onu bir cerrahi ameliyatta göndermeden artık vakum biyopsiyası nezareti altında papiler töremeleri biz vakum vasıtasıyla artık hariç etmiş olacak gelecekte. Ve tenaffüs klinikasında olan yapısal distorsiyonları da hariç elemek kabiliyetinde olacak ve bazı hoş hastaları töremeleri de artık cerrahi ameliyatta göndermeden, cerrahi ameliyata ihtiyaç kalmadan vakum biyopsiyası hesabına eksize etmiş olacak. Vakum biyopsiyasını süt bezi muayenesi altında olan biyopsiyalarla mukayeseli bir çalışma koydum. Yani tabii ki burada vakum biyopsiyasında
14 Turgay biopsiyasıyla olan ultrasəs müayinəsi altında olan müqayisədə yalançı negativlik 8-dən 0.6-lara düşdü. Yetərsiz nəticələr 14-dən 1-lərə düşdü və təbii ki, cərrahi müdaxilənin qarşısını alma ehtimalı 38%-dən 77%-lərə qədər qalxdı. Bir də MRT rəhbərliyi altında vakuum biopsiyalar var. Təbii ki, bu xüsusi bir texnikadır, xüsusi bir cihazdır, xüsusi bir məmə koyularıdır, işarələnmiş məmə koyularıdır ki, bu da məşəqqətli bir işdir, əziyyətli bir işdir. Həm yapan üçün, həm də yaptıran üçün, həm edən üçün, həm də etdirən üçün çətin bir prosesdir, amma o kaçınılmaz değil, mümkün olmayan değil. İnşallah bizde de olacak gelecekte. Protesin müddəti 30-40 dəqiqə çəkir. İğnenin qiymətinə görə daha, digərlərinə görə daha bahalıdır və uğurlu nəticə göstərisi də çox yüksəkdir. Və bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, bax ki dedim, o second look, məsəl üçün buradaki görüntülərdə, ultrasəs görüntülərində əgər biz MRT etmədən normal adi bir şəkildə xəstəni ultrasəs edəriksə, oradaki bu törəmələri görmək, onları nəzər yetirmək çox çətindir. Kapsula yoxdur, sadəcə və sadəcə olaraq biraz fibroglanlar dokuda, biraz arkitektonikada pozulma var, kölgelik var. Ama MRT elətdirəndən sonra MRT'de orada kontrast tuttuğuna göre artık ikinci baxış second look ultrasəs elədiyimiz zaman hemen o nahiyələr tapılır. MRT altında biopsiya eləmədiyimizə görə bu nahiyələri ultrasəs müayinəsi altında tapıb, ultrasəs müayinəsi altında biopsiya eləyirik ki, onların da bir neçə örnəklərini qoydum. Bu da hemen o slaytlardandır. Biopsiyadan sonraki nəzarət. Demin iş biopsiya ilə bitmir. Biopsiyalar olundu, cevaplar alındı, cərraha göndərildi, cərrahlara göndərildi. Göndərilməyən qism xəstələr sizə gəldi. Ne eləməlisiniz? Bütün biopsiyalar təbii ki, uğurlu da olmur. Təəssüflər olsun. İnşallah Allah ondan qorusun və biopsiyaların yalancı negatif nəticələri olur bəzən. Hə, okey, burada cavab gəlir benindir, amma əslində orada bir atipik hüceyrə var, orada bir malik toxuma var ki, bu xəstələrdə biz nəzarət altına alanda həmin oradakı o malignizasiya prosesi 2 ildən sonra təəssüflər olsun ki, özünü göstərə bilir. Bunu da qeyd etmək istədim ki, bu da bir qaçınılmazdır. Yaxın və düzənli şəkildə nəzarətə almağa başlayırıq biraz bu şeklonları 6 ay, 12 ay, 24 aylıq nəzarətlərdə. Son söz. Əsas odur ki, biz radioloqların üzərinə düşən əsas məsuliyyət nədir? Hədəfi doğru seçmək. Hədəf dediyim zaman ultrasəs mi altında eləyək, tomama altında eləyək, MR mı altında eləyək, hədəfi doğru seçirik. Kifayət qədər çoxlu sayda parça almalıyıq. Təcrübəli bir patoloqla işləməliyik. Radioloji patoloji korrelyasiya vacibdir. Məsəl üçün, hər olunan biopsiyanın cavabı gəlməmişdən əvvəl mütləq mən görüntüləri geridən qayıdıb, həmin o patoloji nəticənin cavabı ilə mənim radioloji nəticəmin cavablarının uyğun olub-olmadığını mütləq mən onları nəzər yetirdirəm ki, bir cavab almışıq. Bahadır doktorun ona danışdı. Orada artıq korrelyasiya pozulub. Mən 1/4, 1/5 düşünürəm. Biopsiyanın cavabı gəlib 1/3. Yenidən onu incələyici. Ona da fikir vermək lazımdır. Nəticələr diqqət çətin hallarda da təbii ki, konserlərə, multidisiplinar yanaşmalara üst tutmaq lazımdır. Burada əsas pasiyentlə, həkimlə, patoloqlar arasında olan münasibətdən əlavə bir də xəstəyə nə etməliyik? Əsas burada təbii ki, müzakirə obyekti bizim pasiyentlərimizdir. Xəstəyə ən az zərər verməliyik və patoloq üçün ən çox məlumatlandırıcı biopsiya növünü seçməliyik, onu icra eləməliyik. Və mövzumun başlanğıcında biopsiyalardan əlavə eksigional biopsiyalar da var. Eksigional biopsiyalar artıq bu qədər biopsiya növləri əlimizdə olduğuna görə artıq icra olunmur. 2005-ci ildən bəri bir yayın var. Bu yayını sizinlə paylaşmaq istədim ki, yəni biopsiyalar varsa, biopsiya olunmadan xəstəni istər ultrasəs altında, istər tomosintez altında cərrahi əməliyyata almayaq. Tam tanını qoyaq, tam histoloji nəticəni əlimizə alaq. Hansı metodda mümkünsə o metodda, ondan sonra xəstəni cərraha yönləndirək. Hamısı beraber olmalıdır. Radyologsuz, patologsuz, cərrahsız, doğru düzgün biopsiyasız və pasiyentsiz gözəl bir nəticə, gözəl bir komanda əldə eləmək mümkün olmaz. Diqqətli üçün.